Salam, hər vaxtınız xeyirli olsun. Hamınızı salamlayıram. Mən hal-hazırda Güləbit kəndindəyəm. Laçın rayonunun Güləbit kəndi və Sarı Aşığın dahi Azərbaycan aşığı Sarı Aşığın Laçının belə deyək ən məşhur ədəbi şəxsiyyəti Sarı Aşığın məzarını ziyarət edəcəyik. Sarı Aşıq bildiyiniz kimi 17-ci əsrdə yaşamış Azərbaycan aşığıdır və xüsusilə bayatıları ilə məşhur olan bir aşıqdır. Onun dahi gözəl bayatıları var, şeirləri var, bayatıları var. İndi Sarı Aşığın məzarını ziyarət edəcəyik. Burada təkcə Sarı Aşığın məzarı deyil, şəhidlərimizin də məzarı var. Güləbit şəhidlərinin. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Yerləri behişdə olsun hamısının. Ruhları şad olsun. Onların sayesinde biz geldik bu mübarək məkanı da ziyarət edirik. Belə baxın, indi mən sizə Sarı Aşığın məzarından, məqbərəsindən yerləri göstərirəm. Burada belə bir məlumat xarakterli bir belə lövhə var. Bu da yəqin ki məzardan geri qalandı. Sazın şəkili. Bəli. Düşmən darmadağın edib. Amma bayrağımız dalğalanır, Allah'a çok şükür. Sarı Aşıq bilirsizdən burada bir bayatıda da deyildiği kimi aşığı qibləsinə, yaxşını qibləsinə, aşığı tərsinə qoy. Sevgilisi yaxşının ayak ucunda başı olmaq şərti ilə dəfn olub bura. Bax, bura dediğimiz gibi indi biz Fatih okuyacağıq ruhuna, Sarı Aşığın ve bütün Güləbit şəhidlərinin. Burada aşağıda da Güləbit kəndi görünür. Güləbit kəndinin daha doğrusu qalıqlarım darmadağın edib düşmən buranı. Bura Azərbaycanın en büyük kəndlərindən biriydi. Səhv eləmirsə ikinci büyük kəndiydi. Ve çok güzel bağları vardı. Tut, gilas bağları. Yani bu çayın kenarları xüsusilə alluviyal torpaqlarından bol zengin olan bir yeridir ve burada güzel meyve bağları vardı. Ama indi darmadağın olub. Bax belə bugün Güləbitdən sizə belə bir video paylaşdım. Dayoğlu Erdar'la geldik, ziyaret elədik Sarı Aşığın məzarını. İndi ruhuna Fatiha okuyup qayıdacağıq. Allah'a emanet olun. İnşallah görüşərik.